Salam, hər vaxtınız xeyir olsun. Allah hər birinizdən razı olsun. Mən burada çox belə deyək də danışa bilməyəcəm. Görünən mallar gəlib, təzə gəlib bunlar. Sadəcə bir qismi buradadır. Çəkdim sizinlə paylaşım ki, kimə nə lazımdırsa videoda gördü. Yəni məsələn STC-lərin bütün modelləri var. Təndir üçündən tutmuş 400 dərəcə istilikdən düz inkubator üçün bütün STC-lərin hətta nəmlə bir yerdə ayarlanan da var. Yəni həm nəmi, həm istiliyi. Eyni zamanda bu da həm nəmi idarə edir, həm istiliyi. Sonra buxar aparatlarının cürbəcür variantları var. Tənzimlənə bilən var, əllə nəmi aşağı yuxarı qoya biləcəyi var. Burada belə zontikli formada olanlar var. Hərəsinin bir qiyməti var. Mən durub indi burada bir dənə qiymət desəm 20 dəqiqə çəkəcək bu video. Paplaboklar var. Yəni bax bu böyük balaca razmerlər olanları var. İnkubator üçün sizin istifadə edə biləcəyiniz. Sonra belə 4 manata belə heç nə qoymadan işləyir. Yəni termometr və yaxud da ki nəmişliyi göstərən 2 dənə cihaz var belə. Yəni çoxdur. 2 dairə şəkildə var, kvadrat şəkildə var. 4 manatdır bir dənəsi. Toyuq üzükləri gəldi. Paçkada sayla çox 10 qəpiyə, 25 qəpiyə. Sonra cücə lampası gəldi, hansı ki bunun üzərində 250 watt, yəni deyərdim ki 2 metrənin 1 metrə yerə bir dənə lampa bəs eləyir, qızdıracaq. Sonra belə 7 manata bu şəkildə cücə yem qabları gəldi. Depoda çoxdur, yəni çox sayda var da, yəni istədiyiniz say qədər var. Sadəcə zəng vurub əlaqə saxlaya bilərsiniz. Nəm qarayam, nəm yaradanlar, ventilatorlar, çevirmə motorları, cürbəcür avadanlıqlar var. İçində hələ baxmamışam. Əsasən son model gələn STC bu nə idi adlı yadımdan çıxdı bunun, Allah Allah. X18WS ən son modeldir. Birisi üzərində toyuq yumurta işləyməlidir, kalibrovkada olub göndəriləcək müştəriyə, kim istəyərsə əlaqə saxlaya bilər. Zaman releylərdir, müxtəlif cür zaman releyləri var. Nəm ölçən var, sadə formada göstərir özü. Müxtəlif cür termostatlar var. Hər bir müştəri məndən aldığı termostatı mən kalibrovka eləyib göndərirəm. Hər birinə. Ona görə də qiymət biraz fərqli olur. Yəni bugünkü günü bazarda deyəlim ki bu 10 manatdır. Mən niyə 12 manata satıram? Çünki mən bunu yoxlayıb kalibrovka edib göndərirəm. Artıq müştəri bunun kalibrovkasına əl vurmur. Sadəcə təxir dəyərli ayarları düzəldir. Hər biri üçün də keçərlidir. Kalibrovka tənzimləmənin pulunu almıram. Sadəcə satdığım malın qiymətinin pulunu alıram. Buyurun ki, sizə nə lazımdırsa buyurub sifariş verə bilərsiniz. Yəni gördüyünüz mal hələ görünən tərəfidir, görünməyən tərəfidir.